Aprelin 17-də Antalyada Prezident İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü prezidenti Əhməd Əl-Şarai ilə görüşü olub. Söhbət zamanı Prezident İlham Əliyevlə Əhməd Əl-Şarai'nin ötən il Azərbaycana səfəri zamanı, həmçinin 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində görüşləri məmnunluqla xatırlandı. Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunularaq bu xüsusda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçirilməsinin əhəmiyyəti və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verməklə ümumilikdə bu ölkənin inkişafında önəmi qeyd olundu. Əhməd Əl-Şarai Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə dövlətimizin başçısına bir daha minnətdarlıq etdi. Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Əlaqələrimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların roluna toxunuldu. Söhbət zamanı bölgədə yaranmış gərginlikdən narahatlıq ifadə olundu. Münaqişənin diplomatik yolla həll edilməsinin vacibliyi vurğulandı. Dövlətimizin başçısı Əhməd Əl-Şarai'ni ölkəmizə səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu. Antalyada Prezident İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Tufan Erhürmanla görüşü olub. Dövlətimizin başçısı Tufan Erhürmana Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti seçilməsi münasibəti ilə təbriklərini çatdırdı. Tufan Erhürman təbriklərə görə minnətdarlığını bildirdi. Söhbət zamanı Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi daimi dəstəyə toxunuldu. Prezident Tufan Erhürman buna görə dövlətimizin başçısına təşəkkür etdi. Azərbaycan prezidenti ölkəmizin həmişə Şimali Kipr Türk Cümhuriyyətinin yanında olduğunu deyərək, göstərilən dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğuladı. Söhbət zamanı bu ilin aprelində Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyətinin Məclisinin dostluq qrupları üzvlərinin Bakıda keçirilmiş 3-cü iclasının əhəmiyyəti qeyd edildi. Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi vurğulandı. Həmçinin bir sıra sahələrdə əməkdaşlıq bağlı müzakirələr aparıldı. Prezident İlham Əliyev Antalyada Moldova Respublikasının prezidenti Maya Sandu ilə görüşüb. Söhbət zamanı dövlətimizin başçısı ilə Maya Sandunun Azərbaycanda və Moldovada, həmçinin beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlər məmnunluqla xatırlandı. Azərbaycan-Moldova münasibətlərinin perspektivləri müzakirə olundu. Əlaqələrimizin inkişaf etdiyi vurğulandı. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından roluna toxunuldu. Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı. Maya Sandu vurğuladı ki, Moldovada yaşayan Azərbaycan icması ictimai-siyasi həyatda fəal iştirak etməklə bu ölkənin inkişafına öz töhfəsini verir. Görüşdə dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.